Birinci Əhmədlidə fəaliyyətim olub, ikinci Xalqlarda park ortasında vaqonum olub, üçüncü işi böyütmək məqsədi ilə krevetka burada tutub, tələbat var. Şəhərdən istəyirlər, mən 28-də görüb bəyənib stomatoloji mərkəzi fast food tipli restoran eləmişəm. Oranın mətbəxini yığmışam, kabinetini yığmışam, mətbəx yığmaqda indi zarafat olmasın. 5 mərtəbəli bina, havalandırma, turba axıra qədər problemlər var, bilirsən, kon girmir. Kanatokoçlar gəlir, oradan turba bağlayırlar falan. Orada yəni hər bir işdə də özüm, öz əməyim, öz zəhmətim. Özüm şəxsən. Özüm olmasam, çünki mənim ürəyimiz olmur. Cünətərdir qaqa, salamatçılıqdır, yorulmayasan. Deməli, bura bizim 28 mayda yerləşən şöbəmizdir ki, tamı-tamına artıq 2 ilə yaxındır fəaliyyət göstəririk. 28 may Süleyman Rüstəm 12 A küçəsində yerləşir məkanımız. Sıfırdan stomatoloji mərkəzi olub. Biz burada sıfırdan əl əməyi, göz nuru. Məkanımızın girişində güşəmiz var ki, bizim güşəmiz. Əmim Seyranın şəkili və mənim xidməti dövrümdə, Kəlbəcərdə xidmət elədiyim dövrdə çəkdirdiyim şəkillərdir. Bibi, nətərsən ha, Bibi? Salamatçılıqdır. Yorulmayasan, işlərim nətərdir? Bibi mənim dost doğma bibimdir. Allah can sağlığı versin, Allah ömür versin. Bura bizim mətbəx hissəmizdir ki, Allah köməyin olsun. Bura bizim mətbəx hissəmizdir ki, razdasiya, yeməklərimiz buradan servisə gedir, açıq mətbəxdir. İkinci hissədə bizim manqalxanamız və ızqara otağımız yerləşir. Bura bizim kabinetimizdir. Hər şey qardaşlar, əl əməyi, göz nuru, gücümüz satandan eləmişik, min şükür. Görürəm tələbat var. İşlədiyi krevetkan, yavaş-yavaş krevetka dürümə mod azaldıqca mən vidi dəyişirdim. Krevetka dürümə mod azaldı, vid dəyişdi, krevetka güveç, krevetka kərə yağı, krevetka limonlu sosda. Qardaş, bunlar işləyir partapart, gələn bundan. B variantım var. Billəm axı, aya vaxt gələcək, bu da indi biraz olacaq da, hamı yedi, dadına baxdı, hər gün yeyə bilmir. Yəni, daim yeniləməlisən. Daim yeniləməlisən. Düzdür, bu artıq bunu sahibkarların hamısı bilir ki, daim yeniləməlisən. Amma mən danışıram, həqiqətən, sözün həqiqi mənasında yenilik olmalıdır mütləq şəkildə. Mən əgər Əhməddə qalsaydım, bu günlər Əhməddə qalsaydım, yenə bu gün də Əhməddəydim. Amma məqsəd varsa, sən açmısansa bunu və yaxud da bu işi qurmusansa, bu işdə böyüməyin yollarını axtar. Yollarını axtardıca tapacaq, Allah da sənin qapılar açacaq. Açılan qapılardan istifadə elə, fikirləş, ağlın olsun. İndi şükür Allaha, yaşıma görə çox böyük danışa bilmirəm. İnşallah yadıma gəlir Cavidan. Birinci bizim tanışdığımız Əhməddəki balaca obyektdən oldu. Dün bəs beləncə çəkək, gənc biznesmen kimi.